Sən də lap qoca arvadlar kimi danışsan, Qızın bir kəlmə sözündən o boyda həngamə quraşdırdın. Yaşayarıq görərik. Sabah kimi çağırın. Qulluqçunu. Bir şey yadıma düşdü. Bağda yataq otaqları yuxarı mərtəbədədir. Amma həmən gün Səməd müəllim dedi ki, mən birinci mərtəbədə yatmaq istəyirəm. Kim dedi? Səməd müəllim, Vaqif müəllimin müavini. Ona görə də yerini orada saldım. Hadisədən 1-2 gün əvvəl xəncərlərin hamısı yerində idi. Hansı? Divardan asılan xəncərlər. Dəstəyi bəzəkli. Yadımda deyil. Sən kiroları tez-tez yığışdırırsan. Mən yazıq onları hər gün saymıram axı. 5-6 gün bundan qabaq o bıçaqlardan birini xanımın əlində görmüşdüm. Pilləkənin qabağında dayanıb diqqətlə baxırdı. Ondan soruşum, bəlkə o bilər. Görəsən düz deyir. Nəyi? Lalənin xəncərə baxmasını. Laf tutalım düz deyir, nə olsun? Necə nə olsun? Xəncər bıçaq Allah bilir nə vaxtdan oradadır. Xeyr ola indi onun diqqətini cəlb eləyir. Qətildən 1-2 gün əvvəl. Xədicə xanım, Lalə ilə münasibətləri necə idi? Rəhmət deyin. Adamın dili də gəlmiş rəhmətli deməyə. Elə yaxşı adam idi. Mehriban, xoş xasiyyət.